Dərsimiz də İslamdan çıxardan 10 dənə məsələdir. Yəni, İslamı pozan. Biz birinci dedik ki, şirkdir. Sonra dedik ki, Allahla qul arasında şəriətə uyğun olmayan vasitələri qoşmaq və şəfaət eləmək, şəriətə uyğun olmayan. Həmçinin dedik ki, kafiri kafir görməyən və ya onların məsəlini düz salan, onların köfründə şəkk eləyən, ən birinci də qəsb burada əhli kitabdır, küfürdür. Sonra Peyğəmbər s.ə.v nəsə gəlibsə, bəyənməsə, hətta əməl etsə də, iqrar etsə, hətta əməl etsə də, yəni kafirdir, bəli. Aleyhisselam, dərsdəyəm. Deməli, kafirdir. Sonra həmçinin kim Peyğəmbər salsın yolundan başqa yolu üstün saysa, bir saysa və s. O da kafirdir. Sonra dindən çıxardan məsələlərdəndir. Sonra kim Peyğəmbər sallallahu aleyhi ve səlləmə və ya onun dini ilə ələ salsa, istihza eləsə, bu da küfürdür, o da kafirdir. Və sonra dedik ki, 7-ci də sehirdir. Yəni, sehirdə küfürdür. Sehirlə məşğul olmaq, öyrətmək. Və gəldik, çatdıq 8-ə. Deməli, 8-ci məsələ hansı ki, İslamdan çıxarda bilər insanı, o da deməli, şeyx deyir ki, rahməhullah rahmətən vasi'a və qavlul musannif əs-səmin müzaharatul müşrikin və muavanatuhum aləl muslimin və dalil qavluhu ta'ala və mən yətəvəlləhum minkum fə innəhu minhum innəllaha la yəhdil qavməz zalimin. Yəni, şeyx rahməhullah deməli, 8-ci məsələni gətirib ki, müşriklərə kömək eləmək. Müşriklərə, xüsusən də müsəlmanlara qarşı kömək eləmək. Ki, müşriklər üstün olsunlar və s. Bu da İslamdan çıxardan məsələlərdəndir. Və Şeyx Rahimullah burada dəlil kimi gələk ki, Maidə surəsi olmalıdır bu ayə. Allah subhanətlə buyur ki, وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَإِنَّهُ مِنْهُمْ. Yəni, sizdən kim onlara, indi oxuyacaq o tərcüməni, kim onlara kömək eləsə, yəni yaxın dursa, dost olsa, o da onlardandır. Allah subhanətə alə zalım qövmə düz yolu yönətməz, hidayət verməz. Bu deyəsən ayə, deməli, Nisas, daha doğrusu Maidə surəsindədir. Elə deyil, Şeyx Rahimullah gətirdiyi. Maidə deyəsən 51-dir. Çünki şeyx bu ayəni gətirib. Təbii ki, bu ayə həmçinin başqa ayələr var. Bəzi alimlər məsələn 20 ayəyəcən çatdırır ki, bunlar hamısı kafirlərlə dost olmaq, onları kömək eləmək və s. hamısı yəni müsəlmanlara qadağan eləyir, bildirir. Və bu ayədə bildirir ki, kim onlara dost olsa, kim onlara yaxsa kömək eləsə, o da onlardandır. Bir dənə ayəni oxuyaq istəyən tərcüməsini. Ey iman gətirənlər, yahudi və xaspərəstləri dost tutmayın. Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalim tayfanı düz yola yönətməz. Yəni sizdən kim dostluq edərsə olanlar. Təbii ki, bu bir mənalı başa düşmək bu səhvdir. Yəni, o bəzi qardaşlarda nədir problem? Onlar məsələn belə ayələr oxuyurlar, başa düşürlər, təfsilatsız və elə başa düşürlər ki, daha yaxın da deyənmə olmaz, heç bir münasibət qurma olmaz, tamamən gərək uzaq olasan hələ adamlardan. Və təbii ki, bunlar hamısı deməli səhvdir. Çünki biz görürük ki, bu ayə heç də münasibət qurmağa qadağan eləmir. Dost burada, yəni onun dinini sevmək, onun dinini də düzgün saymaq. Aydındır, onun dinini sevmək, onun əqidəsini sevmək, onun əqidəsini, dinini düzgün saymaq. Bu haramdır, bu qadağan olunur. Yoxsa, məsələn, hələ kifayətdir ki, buna dəlil gətirək ki, bu ayə məsələn ki, mütləq başa düşmək olmaz. Allah subhanətə alə bizə icazə verib
əhli kitabdan, hələ o ayədə qeyd olunan Yahudi xristiyanlardan qız almağa. Həmçin kəsilən yeməyə qalsın, yəni almağa da. Təbii ki, sən bunu alanda, sən bunu yaşayacaqsən. Sən bu qadın kimi sevə bilərsən. Sevmək olar. Sadəcə dini sevmə. Qəsd dini sevməməkdir. Dinin, onun əqidəsini düz saymamaqdır. Yoxsa münasibət heç də şəriyyətimiz qadağan eləməyib. Onlarla ticarət qurmaq, məsləhətlə iş görmək məsələn olarına, əgər müsəlmanlar xeyrinədirsə, biz görürük ki, Peyğəmbər salsam eləyib bunları. Hətta ziyarət eləyirdi xəstələnən də. Borclu götürürdü onlardan, borcu da verirdi. Onu göstərir ki, həmçinin Peyğəmbər salsın yoldaşların birinə anası gəlin müşrik idi, əhli kitab da deyildi. Yoldaşı da göndərir xəbər ki, bəs buraxım evə, deyir ki, burax və ona yaxşı bax, hörmət elə. Deməli, ayə heç də bəzilər başa düşdüyü kimi birbaşa başa düşmək olmaz. Ki, bu çaşdırıb qardaşları ki, təfsilatı gedməmək. Məsələn, oxuyur ki, düzü, belə deməyəni özlərini də problemə salırlar. Çünki hamısını təkfir eləyir, hamısı deyir ki, müşrikdir, hətta evlində, kim ona razı döysə, o özün problemə salır. Məsələn, hədisdə gəlir ki, müşriklərlə bir yerdə yaşama. Kim müşriklərlə bir yerdə yaşayırsa, məndən deyil. O deməkdir ki, bu özün problemə salır. Yəni, onun başa düşməklə, başa düşsək, gərək eləyək, qaçaq dağlara. Deməli, hədislər, ayələr, qardaşlar, bu alimlərin fetvası birbaşa başa düşülməz. Bu çaşdırır bəziləri. Məsələn, bəzində var, deyirlər ki, alimlərin neymi lazımdır? Alimlər hamısı saraydı, alimidir, yəni satqın damısı, gör ki, hamısı satılıblar. Allah subhanət hala sənə ağıl verib, əlhamdə deyir, Quran var, deyir, oxu, aydındır hər şey. Bu böyük səhvdir. Bu böyük təhlükə dəmdir. Cavanları həlakə aparmaqdır. Elmi inkar eləməkdir. Alimləri inkar eləmək, bu elmi daşıyanları. O da səhvdir, yəni biz nə qədər elmdən, alimlərdən ailə hədislər var. Ona görə, qardaşlar, bu problemdir, doğrudan da. Amma qaldı ki, o ayələr hansı ki, kafirlərlə dost olmamaq, yəni dinlərini sevməmək, dinlərini təsdiqləməmək, ehtiyac yoxdursa onlara kömək eləməmək və s. Xüsusən də müsəlmanlara qarşı ayələr çoxdur. Məsələn, biz indi burada neçəsi hansını dedik? Maidə 51. Həmçinin Əl-İmran 27, daha doğrusu Əl-İmran 28, həmçinin Əl-İmran 149, həmçinin Hud surəsi 113, həmçinin Mücadilə surəsi 111, həmçinin Mumtahinə surəsi 1. Mən istəyərəm bir də Mumtahinə də oxuyam, Mumtahinə surəsi. İnşallah ola bilsin, indi bu mövzu böyüdür biraz. Düzdür, hər mövzu böyüdür, sadəcə biz qısaldırıq. İstəyirik xülasəni verib, bəs salam. Təfsilatı çox gelmir. İndi həmçinin məsələn, ola bilər ya axırıncı dərsdə, ya hələ bu dərsin içində, gələn dərsdə o ayələr var, hansı ümumi deyə ayələr. Onları, məsələn, təkfir əhli dəlil gətirirlər. Ola bilsin, o ayələri gətirdiyi hamısını bir-bir, onları şərh elədik. Düzdür, öz şərhimizlə yox, yəni alimlərin şərhinə. Məsələn, buna misal bu məsələyə, bu vəla və bara məsələsi daxildir bu 8-ci məsələyə, yəni dost düşmən məsələsi İslamda. Yəni biz bilirik ki, kafiri dost tutma olmaz. Gələk mömini dost tutarsan, özü var, yaxın. Burada o deməkdir, o kafiri qaçqı ilə yox, amma birbaşa başa düşmür. Çünki birdən elə başa düşər ki, biri, necə şəriət deyir ki, yaxın durma olara, bu yandan icazə verə evlənməyə olarlar. Yox, burada münasibətdən söhbət gelmir dost düşmən. Bunu səhv eləyiblər. Dost düşmən məsələsi eləyiblər ki, yaxın durma. Yaxın son zəlzələ olacaq. Yox, hələ yox. Münasibət qurma olar. Sadəcə dostuma, yəni o dini təsdiqləmə, onun dini sevmə, əqidəsini sevmə, dini təsdiqləmə, ehtiyac yoxdursa yaxın dayanma, kömək eləmə. Xüsusən də müsəlmanlara qarşı əgərdirsə. İndi Mumtahinə surəsini oxusun. Bu da bu ayələrdən biridir, hansı ki, bu vəla və bara məsələsinə toxunur.
Ey iman gətirənlər, nə mənim düşmənimi, nə də özünüzün düşmənini dost tutun. Onlar sizə gələn haqqı inkar etdikləri halda siz onlarla dostluq edirsiniz. Siz Rəbbiniz olan Allaha iman gətirdiyiniz üçün onlar Peyğəmbəri və sizi çıxardılar. Əgər siz mənim yolumda və mənim rızamı qazanmaq uğrunda cihada çıxmısınızsa, siz onlarla gizlində dostluq edirsiniz. Mən sizin gizli saxladığınız və aşkar etdiyiniz hər şeyi bilirəm. Sizdən kim bunu etsə, o şübhəsiz ki, haqq yoldan azmışdır. Bu ayə sahabəyə görə nazil olub. Hatib radiyallahu anh, İbn Əbi Bəltə. Hatib radiyallahu anh, Peyğəmbər sallallahu aleyhi ve sellem hazırlaşırlar Məkkəyə hücuma, döyüşə. Hatib radiyallahu anh neynir? Götürüb məktub yazır müşriklərə, Məkkə əhlinə. Kitab əhlində yox, Məkkə əhlinə. Deyir ki, bəs Peyğəmbər sallallahu müsəlmanlar sizə hücum edəcək. Yəni, xəbərdarlıq edir onları. Yəni, cəsutluq edir. Və verir bir qadına ki, aparsın. Və Cəbrail gəlir, xəbər verir ki, Peyğəmbər sallallahu aleyhi ve sellemə bəs filan yerdədir qadın, bəs belə bir dənə xəbər aparır. Rasul sallallahu aleyhi ve sellem Əli ibn Əbi Talib, Ömər ibn Xattabın qaynatasını və Osman bacanağın göndərir və bir neçə dənə sahabi göndərirlər o qadını tutmağa. Neysə, qadını tuturlar, məktubu gətirirlər, açırlar, görürlər ki, Hatib ibn Əbi Bəltə müşriklərə məktub yazıb. Xəbər verir ki, bəs müsəlmanlar gəlir. Bu ayədə nazil olur. Nazil olmaq səbəb budur. Yəni, və ona görə deyirəm ki, ayəni birbaşa başa düşməyin. Təfsirlər nə üçündür? Ayəni düzgün başa düşmək üçün kömək edir. Təbii ki, salamat təfsir. Salamat təfsir, yəni əqidə salamat təfsiri. Yəni, bu ayə nazil olub Hatib radiyallahu anh'a görə, o da bu əməlinə görə. Və səbəb ki, burada Hatib radiyallahu anh'ın əməli küfür olsa da, yəni böyük günahlardandır. Yəni, etiqadı küfür deyildi. Etiqadı küfürlə, əməli küfürlə fərqi nədir? Etiqadı küfür çıxardır dindən. Əməli küfür çıxarmır dindən. Ona görə İbn Qeym deyir, məsələn, əməli küfürdən Allahın hökmünə hökm verməmək, namazı tərk eləmək, İbn Qeym deyir. Yəni, bunlar əməli küfürdəndir. Yəni, böyük günahlardır. Lakin əməli küfür də çıxarda bilər, ha. Axırda etiqadla olsa, imtinanla olsa, aydındır, o da müəyyən şərtlərlə. İndi, ne üçün etiqadı deyildi küfri, Hatib ibn Əbi Bəltənin radiyallahu anhunun? Çünki ayənin fikir verir, ayənin bir də oxu əvvəlindən. Ey iman gətirənlər. Ey iman gətirənlər. Təsəvvürlə, iman gətirənlərə deyir, bəs də. İman gətirənlərə deyir. İman gətirmişdi axı. İman gətirmişdi və Rasul sallallahu aleyhi ve sellem məktubu açır, çağırır Hatibi. Hatib deyir ki, ya Rasulullah, küfrü istədiyimə görə, sevdiyimə görə eləmədim. Rəğbətimə görə eləmədim küfrü, kafirləri. Sadəcə dünya məsləhətini görə elədi. Yəni, sadəcə dedi ki, orada əqrəbam qalıb, istədim onların yanında yaxşı göstərəm özüm ki, onları toxunmasınlar. Ömər ibn Xattab deyir ki, icazə başını kəsim. Hətta ittiham deyəsən münafiq dedi. Dedi ki, yox. Yox ya Ömər, o düz danışır. Yəni Peyğəmbər s.ə.v təsdiqlədi ki, o küfrü sevdiyinə görə eləmədi bunu. Küfrü istədiyinə görə. Kafirlərin müsəlmanlar üstlərində qələbə çalmağına görə eləmədi. Dünya məsləhətini görə elədi. O deyir, düz danışır. Özdə o Bədirdə döyüşüb.
Məsələn, Bədirdə dövmüşdü Hatib radiyallahu anh. O deyir ki, Allah subhanət hələ Bədirdə döyüşənlərə dedi ki, artıq bundan sonra nə istəyin? Allah Teala sizi bağışlayıb. Hətta günah verirsin. Hə. Düz o demədə öl məsumdular da, yox. Sadəcə Bədirin belə fəziləti var idi da. Bu ayə nazil. Quranda dəlil olmayan artıq nə istəyirsiniz edin. Hədisdə gəlib o. Hə, o hədisdə gəlib. Hə. Deməli, elə bir ki, bu məsələ, bu dost düşmən məsələsində elə bir ki, Hatib radiyallahu anh'ın məsələsi bizdə şeydir, qayda. Yəni, bu məsələ necə başa düşür düzgün. Çünki deyir ki, mən demirəm, bunun, məsələn, o alimlər ki, sələf alimlər danışıblar bu məsələdən, çox vaxt Hatibi gətiriblər, radiyallahu anh, bu misalı. Hatib radiyallahu anh'ı. Və Hatib radiyallahu anh'ın yəni əməli təbii ki, onlara kömək eləmək idi. Müəyyən qədər köməkliyi var idi orada. Allah subhanətə qadağan eləyir. Lakin Hatib radiyallahu anh'ın köməkliyi etmişdi müəyyən səbəbə görə, dünyavi səbəbə görə. Yəni dini səbəbə görə deyildi ki, olan dinin düz sayır və ya onların dini, müsəlmanların dinindən üstün olsun deyə. Yəni etiqadi deyildi. Əməli idi. Baxmana böyük günah idi. Ona görə qardaşlar, yəni bu məsələni, bu mənada olan ayələr ki var, bunları düzgün başa düşmək üçün mütləq təfsilatını gedmək lazımdır. Mütləq təfsilatı gedmək lazımdır. Hətta məsələ aydın olsun. Yoxsa hələ olanda görürsən ki, zəlatı düşmək olar. İnsan zəlatı düşə bilər. Və həmçinin biz bu məsələdən görürük ki, kafirlərlə münasibət, hətta bəlkə zahirdə də ola bilsin kömək kimi görsənsin, heç də hamısı bir dərəcədə deyil. Kömək edən baxmalı lazım kömək edənə birinci halına, kömək edənin halına və köməyin özlüyünə. Hətta düzgün hökm vermək üçün. Bunların öşöyləni biz hətta düzgün hökm verəyik. Təbii ki, onları sevmək olmaz, yəni dinin. Yoxsa belə sevgi məsələn, tutaq ki, birinin yoldaşı kafirdir. Əhli kitabından da kafirdir. Sevə bilər qadın kimi, yoldaşı kimi. Və ya məsələn, birinin atası kafirdir. Xristiyandır, yahudidir. Və ya birinin anası yahudi, xristiyandır. Hətta müşrikdir. Ana kimi sevə bilərsən, ata kimi. Amma dinin sevmə. Söhbət burada gedir, ona əqidəsini təsdiqləmə. Sevməyinə. Budur dost düşmən məsələsində. Daha, yəni, qayda. Ona görə, bəzən qardaşlar görsən, ümumi bir dənə nəsə sözü götürürlər, ümumi cümləni. Deyirlər, qutardı, filan kəs belə də qutardı. Filan kəs deyib belə şey. Lakin tətbiqdə təfsilat verib, deyib, növləri var və s. Məsələn, necə ki, Şalbani deyir ki, rahiməhullah, Fələstini azad eləmək, Fələstinə cihad fard oləyindir hər bir müsəlmana. Bəzilər bunu gətirib Şalbanini, baxmalı ondan incidirlər, bəzilər murc edirlərdən, balacalar. Ancaq deyiblər, Şalbani deyib də fard oləyindir Fələstinə cihad. Bu hökmdür, ümumi sözdür. Lakin bunun təfsilatı, yəni bunu tətbiq eləmək, Şalbani deməyib heç kəsə ki, gedin ora. Heç kəsə deməyib gedin. Cihad oyuncaq deyil axı. Cihad birinci müsəlmanlar ona hazır olmalıdırlar, şərtləri var, qüvvə olmalıdır və s. və s. Bu müharibədir. Əgər şəriətimiz namaza, oruca belə şərtlər qoyub ki, bu ibadəti bir dənə həyatı keçirmək üçün neçə dənə mərhələdən keçirsənsə, hətta bu ibadət düz sayılsın, cihad da həmçinin ibadətdir. Ən əfsəl ibadətlərdəndir. Bunda həmçinin mərhələlər var gəlib keçmək üçün. Ona görə bazılar var, qardaşlar, Allah'ın özləri həmçinin alladırlar bilməyənləri. Və bu cür ümumi cümlələrlə, mücməl cümlələrlə, təfsilatsız. Gəl məsələn, sən deyir ki, Allah təala deyir, Allahın hökmünə hökm vermək kafir deyir. Allah deyir, kim onlara dostsa, onlardan da qutarlı, kafir. Nəyə ki, əhli kitab?
Hətta namaz qılanları tətbiq edirlər. Kim ki, bunlarla razı deyil. Aydındır. Bu ayələrdən hamısı hədislərində çıxmalısan, hətta onları demək ki, vissinə razı qutardı. Hətta o ayələri səni tətbiq eləməsinlər. Necə alimlərdən deyir ki, xavariclər vəsflərində deyir, o ayələr ki, kafirlər qəsd olunur, nazil olmuşdu, onlar götürüb tətbiq edirlər müsəlmanlara. Yaxşı, sonra deməli, hər bir onlara köməyi heç də hamısı küfür deyil. Ola belə böyük günah olsun. Ümumiyyətlə, çalışma lazım köməkdən çəkinəsən. Təbii ki, fərdi şəkildə işlə olmaz. Məsələn, Peyğəmbər sası borc verirdi onlardı, borc alırdı. Sonra qaytarırdı. Bu demək Peyğəmbər sası kömək edirdi onlara. Burada söhbət gedir ümumi. Ümumi xüsusən də əgər müsəlmanlara qarşıdırsa. Yəni, müsəlmanları üstün saymaq üçün, üstün olmaq üçün və s. Əgər bu etiqadsıdırsa, bu haramdır, böyük günah sahibidir. Yox, əgər etiqadla eləyirsə ki, müsəlmanlardan üstün olsunlar olar, olan dini sevdiyinə görə, düz saydıqlarına görə, bu küfürdür. Bu bəyan olunandan sonra, əgər qəbul eləməsə, israr eləsə, kafirdir. Amma dünyavi məqsədlərə görə eləsə, o kafir deyil. Yəni, belə alimlərimiz deyib. Məsələn, Şeyx Fozan. Hələ 10 dənə məsələ ki var, İslamdan çıxardan, 10 kitabı da var, onun şərhinə. Orada deyir Şeyx Rahimullah bu məsələdə, bu 8-ci bölmədə. Deyir, əgər etiqadı eləysə kafirdir, əgər dünyavi şeylər görsə kafir deyil, asıdır. Bəziləri deyirlər ki, bəs kömək eləmək olmaz qətiyyən və bu icmadır. Bu da yalandır. Heç də icma yoxdur. Məsələn, icmanı nədir? Batil deyir. Məsələn, İmam Şafii kitabında, özü yazıb kitabın. İmam Şafii. O, məsələn, orada bildirir ki, heç də hər bir kömək küfür sayılmır kafirlərə. Həmçinin Qurtubi Rahimullah təfsirində, xüsusən də o Mumtəhinədə, daha doğrusu Maidədə 51-də. Yəni, oxusan Maidə 51-i, demək olar ki, çox sələfi təfsirlərin. Orada görəcəksən ki, orada deyirlər hansı kömək. Ne cür kömək? Məsələn, Qurtubi də Rahimullah təfsirində bildirir ki, və bunlar ne üçündür? Bu ki, deyirləri icmadır ya, heç kömək eləmək olmaz. Yəni, dostum olmaz. O icma batildir. Həmçinin İbn-i Cövzi Rahimullah, həmçinin Əlusi, bu da təfsirçilərdən biridir. Həmçinin 4 məhzəb imamı. Əbu Hanifə, Şafi, Malik, Şafi, Əhməd. Onlar 4-ü də deyiblər ki, casus kafir deyil. Yəni, sən sual verəsən, casus kafir deyil. Casus neynir? Xəbər verir kafirlərə, müsəlmanlara. 4 imam da müttəfiqdir ki, casus kafir deyil. Aydındır. Həmçinin bu rəydədir kim? Həmçinin bu rəydə İbn-i Teymiyədə var, İbn-i Qeyyimdə. Onlar da deyib ki, casus kafir deyil. Hətta alimlər icma deyiblər, bildiriblər ki, icmadır. Ki, casus kafir deyil. Fikir verirsən? Və məsələnin təfsilatı var. Heç də hər bir kömək küfür olmur, o baxır köməklə halına. Həmçinin Sa'di Rahimullah o Maidə surəsi 51-ci ayəsi məsələn kim onları dostu o da onlardandır. Deyir, bunu tam başa düşmək bir mənalı səhvdir. Şeyx Sa'di buyurur Rahimullah. Bu qayıdır onun etiqadına. Əgər dinin düz sayırsa, ona görə əqidətini düz sayırsa, hə. Əks halda, hansı ki, etiqadı əməllərdən. Əks halda küfür deyil. Həmçin Muhammed Əmin Şəqeyti Rahimullah Muhammed Əmin Şəqeyti Maidə surəsi 51-ci ayəsində o da bildirir
Deyir ki, əgər kafirləri dost tutmasa, bilə-bilə öz ixtiyarına, onlara rəğbət olduğuna görə, yəni rəğbəti olduğuna görə onlara, onda o da onlar kimidir, kafirdir. Aydındır, necə Şeyx görsən, bu məsələni bağlayıb qəlb əmələ. İxtiyarı və rəğbəti. Bunlar qəlb əməllərdəndir. Yəni etiqadı da. Etiqadı, əgər bu dostluğu etiqadı olsa, etiqadı olmasa, asidir, böyük günah sahibidir. Həmçə Muhammed Əmin, Şeyx Hüseymin rahimehullah, bu Maidə surəsinin təfsirində deyir ki, əgər bu şərtlə, əgər etiqadı olsa, yox, əgər etiqadı olmasa, o sadəcə günahdır, böyük günah sahibi. Aydındır, yəni bu mənada da şeyx deyib. Və həmçinin Fozan da rahimehullah dedi ki, dostluq kafirlərin iki cürdür. Biri var, dostluq dinlərinə görə bu küfürdür, dindən çıxardandır. Və bir də var ki, dünya məsləhətlərinə görə və bu da haramdır. Bu da böyük günahdır. Və bəziləri, yəni təkfirçilərdən Hatib radiyallahu anhunun o rivayətinə şübhə gətiriblər. Deyiblər ki, Hatib iştihad eləmişdi orada, təvil eləmişdi. Ona görə Peyğəmbər saat hökm vermədi ona. Bu batıldır. Bu da təvil edə bilərlər. Bu insanlar da təvil edə bilərlər. Hə də hə. Yəni orada təvil heç biri yox idi. Çünki Peyğəmbər saat soruşanda o bildirdi ki, təvil yox, dünya məqsədinə görə deyib. Aydındır. Yəni dünya məqsədinə görə deyib, özü də Peyğəmbər saat bilirdi ki, o təvil eləməyib. Ona görə səbəbini soruşdu ki, hətta o birisilər də görsünlər, aleykümselam. Hətta o birisilər də görsünlər. Aydındır. Həmçinin də Peyğəmbər salsın onu üzr gördü, təvilinə görə yox. Təvilinə görə yox. Dedi ki, Bədirdə döyüşüm ona görə. Ona görə şübhə ki, gətirirlər onlar, amma batıldır. Bu gün biz, yəni, xulası götürdük ki, kafirləri özünə dost tutma olmaz, yəni onların dini sevməmək, düz saymamaq, həmçinin onları kömək edib, müsəlmanlara qarşı etməmək. Və biz bu məsələni götürürük. Lakin məsələ qutarmadı. İnşallah gələn dərs bəzi məsələlər qalıb hələm buna da. Onlar da mühümdür, onları da qeyd etmək lazımdır. Çünki bu məsələni təkfirçilər gətirirlər və müsəlmanlar, hakimlərin xüsusən dövlətdən kafir görürlər. Kafir deyirlər. Və bu məsələlərdən biridir hansı ki, qalsın o qırağa, Allahın hökmü vermədələri o. Bu məsələ də onların şübhələrindən biridir iddialarından. Ki, onlar müsəlmanlara qarşı kafirləri kömək edir. Aydın ona görə məsələ biraz təfsil istəyir, təfsilat. Gələn dərsimizdə biraz aydın danışarım məsələdə. Belə aydındır dərs. Aydındır, yəni burada bir şey yoxdur yəni. Sual zad var.